Bakı şəhəri 13 nömrəli tam orta məktəbdə rəqəmsal bacarıqlar layihəsi çərçivəsində müəllimlər üçün təlim keçirilib. Təlimin məqsədi pedaqoqların informasiya-kommunikasiya texnologiyaları sayəsində bilik və bacarıqlarını artırmaqdır. Təlimlərimiz 4 akademik saat olmaqla 36 səhədi əhatə eləyir. Təlimlər zamanı müəllimlər LMS platforması üzərindən tapşırıqlar işləyir və hər təlimin sonunda attestasiyalar işləyərək öz biliklərini, öyrəndikləri, deyək ki, əldə etdikləri bilikləri tətbiq eləyərək attestasiyadan keçib növbəti təlim üçün hazırlıqlara başlayırlar. Hal-hazırda təlimi davam eləyən qrupumuz ibtidai sinif müəllimləri üçün təşkil olunmuş təlim qrupudur. Bu il layihəyə yeni qoşulan məktəblərin müəllimləri əyani təlimlərə, əvvəlki illərdən layihədə iştirak edənlər isə onlayn və asinxron formatda, yəni canlı yox, vaxtdan asılı olmayan şəkildə təşkil olunan məşğələlərə cəlb olunublar. Rəqəmsal bacarıqlar təlimində biz İKT bacarıqlarına yiyələnirik, ofis proqramlarını öyrənirik və öyrəndiklərimizi şagirdlərimizə ötürməyə çalışırıq. Biz artıq 4 həftədir ki, bu təlimlərdə iştirak edirik. Bu təlimlər yenə çox şagirdlərimiz üçün yenilik oldu və şagirdlərdə 21-ci əsr bacarıqlarının inkişafına daha çox şərait yaradır və dərslərimizin əsas əyani şəkildə keçirilməsi bizim üçün çox müsbətdir. Rəqəmsal bacarıqlar layihəsi müəllimlərin rəqəmsal səriştələrini gücləndirərək gələcəkdə şagirdlərin müasir texnologiyalarla daha effektiv işləməsinə zəmin yaradır. Qeyd edək ki, layihə ümumilikdə ölkə üzrə 540 mindən çox şagird əhatə edir. Hazırda 6 mindən artıq müəllim bu proqram çərçivəsində dərs deyir.